Salam, bugün mən sizə coğrafiya test toplusu 1-ci hissə 2025-ci il səhifə 49-dakı bir neçə məsələlərin izahını verəcəyəm. Yerin öz oxu ətrafında hərəkəti bölməsində bir neçə testlərin izahını verək. Testlərin izahını verməmişdən qabaq bir neçə qeydlər edək. Biz bilirik ki, yer kürəsi öz oxu ətrafında 24 saat müddətində dövr edir, tam dövrəni edir və 1 saata 15 dərəcə dönürsə, fikir versək, tam dövrəni 360 dərəcəyə edir və dərəcələrə fikir versək, 15 dərəcədən 1 keçir, 0-cı meridiandan başlayaraq 0-cı saat qurşağı, 1-ci, 2-ci, 3-cü və s. 0-cı, yəni meridianın, saat qurşağının sərhədlərinə fikir verək. 7,5 dərəcə şərq uzunluğu ilə 7,5 dərəcə qərb uzunluğu arasında yerləşir. Yəni 15 dərəcənin yarısı həm şərq yarımkürəsinə, yarısı da qərb yarımkürəsinə düşür. 180 dərəcəyə fikir versək, şərq yarımkürəsi 0-cı saat qurşağından 12-ci saat qurşağına qədərdir və 180 dərəcəlik meridiana qədərdir. Başlanğıc meridianı, yəni Greenwich meridianından 180 dərəcəlik meridiana qədər olan hissə şərq yarımkürəsi. Artıq 180 dərəcədən biz qərb yarımkürəsinə keçiriksə, qərbə doğru hərəkət ediriksə, qərb yarımkürəsinə keçmiş oluruq. Və demək 24 həm 0-cı, həm də 24-cü saat qurşağına baxaq. Demək sərhədləri də 7,5 dərəcə qərb uzunluğu, 7,5 dərəcə şərq uzunluğu olar. Və məsələlərimizin həllində yavaş-yavaş qeydlər edəcəyəm. Məsələ 4-ə baxaq. 16-cı saat qurşağı üçün qəbul edilən orta meridian. 16-cı saat qurşağına fikir verək. Demək ki, 120 dərəcə qərb uzunluğuna düşür. Sərhədləri 127,5 dərəcə qərb uzunluğu, 112,5 dərəcə qərb uzunluğu olar. Lakin biz necə tapırıq? 1 dərəcə 1 saata yer kürəsi öz oxu ətrafında tam dövrəni 1 saata 15 dərəcə dönürsə, 16 saat x buradan tapırıq 240 dərəcə. Yəni biz artıq 180 dərəcəni keçmiş oluruq. 360 dərəcədən 240-ı çıxıb tapırıq 120 dərəcə qərb uzunluğu. Deməli 16-cı saat qurşağının orta meridianı 120 dərəcə qərb uzunluğu olar. Məsələ 5-ə baxaq. Eyni tipli məsələlərdir. 11-ci saat qurşağı üçün qəbul edilən orta meridian. Bu da bayaqki qaydada həll edirik. 165 dərəcə şərq uzunluğu. Baxaq, 11-ci saat qurşağı fikir versək, 165 dərəcə şərq uzunluğuna düşər. Sərhədləri də 157,5 dərəcə şərq uzunluğu, 172,5 dərəcə şərq uzunluğu. Və məsələ 6-ya baxaq. 13-cü saat qurşağı üçün qəbul edilən orta meridian. Burada da eyni qaydada həll edirik. 195 dərəcə. Artıq biz qərb yarımkürəsinə keçdiyimiz üçün 360 dərəcədən çıxırıq. 165 dərəcə qərb uzunluğu olar. Fikir verək, 13-cü saat qurşağı 165 dərəcə qərb uzunluğu. Məsələ 7-yə baxaq. Məsələ 10-a baxaq. 22-ci saat qurşağı üçün qəbul edilən orta meridian. Yenə də 22-ci saat qurşağı deyirsə, biz artıq qərb yarımkürəsinə keçirik və 30 dərəcə qərb uzunluğu olar. Məsələ 12-yə baxaq. Yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz oxu ətrafında neçə dərəcə dönür? 1 saata 15 dərəcə dönürsə, 2 saata x buradan tapırıq 30 dərəcə. Dəqiqəni də çeviririksə, 1 dərəcəyə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa, 40 dəqiqə x buradan tapırıq 10 dərəcə. Toplayanda 40 dərəcə. Deməli,
Yer kürəsi 2 saat 40 dəqiqə ərzində öz ox ətrafında 40 dərəcəyə dönər. Məsələ 16-ya baxaq. 16-da A və B məntəqələri arasında qurşaq vaxtı fərqi. A məntəqəsi yerləşir 63 dərəcə şərq uzunluğu, B məntəqəsi yerləşir 45 dərəcə qərb uzunluğunda yerləşir və onlar müxtəlif yarımkürələrdə yerləşdiyi üçün onları toplayırıq. 63 dərəcə şərq uzunluğu, 45 dərəcə qərb uzunluğu, toplayanda 108 dərəcə. Yəni 108 dərəcəni 15-ə bölürük. Burada baxırıq 7. Fikir versək qalıqda 3 qalır və 1 dərəcə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa 3 dərəcə x buradan tapırıq 12 dəqiqə. Deməli 7 saat 12 dəqiqə edər. Və bizdən soruşur ki, aralarındakı qurşaq vaxt fərqi demək olar 7 saat 12 dəqiqə. Bizdən qurşaq vaxtını soruşduğu üçün biz 7-ni qəbul edirik. Deməli 7 saat olar. Burada doğru cavab C variantında düzgün verilmişdir. Fikir versək 63 dərəcə qərb uzunluğu ilə 49 dərəcə 63 dərəcə şərq uzunluğu ilə 49 dərəcə qərb uzunluğu arasında fikir verək. 49 dərəcə qərb uzunluğu arasında 108 dərəcə fərqi 108 dərəcədir və qurşaq vaxt fərqi 7 saat olar. Məsələ 17-yə baxaq. Vaxt fərqi 120 dəqiqə olan A və B məntəqələri arasındakı məsafəni kilometrlə müəyyən edin. Qurşaq vaxt fərqini demək qeyd edək. Bir də yerli vaxt fərqini izah edim. Demək qurşaq vaxt fərqi misal üçün qeyd edək ki, birinci saat qurşağı. Birinci saat qurşağı deyiriksə, biz 7,5 dərəcə şərq uzunluğu ilə 22,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələr birinci saat qurşağında yerləşir. Və yaxud da misal üçün 3-cü saat qurşağına qeyd edək. 3-cü saat qurşağının sərhədlərinə baxaq. 37,5 dərəcə şərq uzunluğu ilə 52,5 dərəcə şərq uzunluğunda qalan bütün məntəqələr 3-cü saat qurşağında yerləşir. Yerli vaxt fərqi nədir? Yerli vaxt fərqi yəni meridian üzərində, bir meridian üzərində olan bütün məntəqələrdə yerli vaxt fərqi eynidir. Və qeyd edək məsələdə, bir neçə məsələlərdə yenə də izahını verəcəyim. Daha dəqiq demək izahlarını verəcəyəm. Məsələ 17-yə baxaq. Vaxt fərqi 120 dəqiqə olan A və B məntəqələri arasındakı məsafəni kilometrlə müəyyən edin. Fikir versək, A və B məntəqələri ekvator xətti üzərində yerləşir və ona görə də biz bilirik ki, və 120 dəqiqə deyirsə, biz 120 dəqiqəni kilometrə çeviririk. 1 dərəcə dönməsi üçün 4 dəqiqə vaxt lazımdırsa, 120 dəqiqə x buradan tapırıq 30 dərəcə. Və meridian xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsünün uzunluğu 111 km, 30 dərəcə x buradan tapırıq. A və B məntəqələri arasındakı məsafə kilometrlə 3330 kilometr. Məsələ demək 18-ə baxaq. A və B məntəqələri arasındakı yerli vaxt fərqini müəyyən edin. A məntəqəsi 95 dərəcə, B məntəqəsi 45 dərəcə şərq uzunluğunda, A məntəqəsi 95 dərəcə şərq uzunluğunda yerləşir və ikisi də eyni yarımkürədə yerləşir. Çıxırıq və 50 dərəcəni tapırıq. Aralarında dərəcə fərqi 50 dərəcə. 50 dərəcəni də 15-ə bölürük. Buradan tapırıq 3 və qalıqdakı rəqəmi də yenə də
çeviririk dəqiqəyə. Tapırıq 3 saat 20 dəqiqəni tapmış oluruq. Bu da doğru cavab B variantında düzgün verilmişdir. Məsələ 19-a baxaq. A, B, C məntəqələrinin müvafiq olaraq hansı saat qurşağında yerləşdiyini müəyyən edin. Yenə də A, B, C məntəqələrini saat qurşağını tapmaq istəyiriksə, demək C məntəqəsi yerləşir 45 dərəcə şərq uzunluğunda və 45-i 15-ə bölüb tapırıq 3-cü saat qurşağı və olduğu kimi saxlayırıq, çünki şərq yarımkürəsində yerləşir. Sonra B məntəqəsinə baxaq. B məntəqəsi yerləşir 35 dərəcə qərb uzunluğunda yerləşir və ona görə də 35-i 15-ə bölüb tapırıq 2, qalıqda 5, yəni qalığa fikir vermirik, çünki 7,5-dən aşağıdır və ikinci saat qurşağı və qərb yarımkürəsində olduğu üçün biz 24-dən 2-ni çıxırıq, tapırıq 22. Deməli, B məntəqəsi 22-ci saat qurşağında yerləşir. Və A məntəqəsi yerləşir 75 dərəcə qərb uzunluğunda və 75-i 15-ə bölüb tapırıq 5, 24-dən də 5-i çıxıb tapırıq 19. Deməli, 19-cu saat qurşağında yerləşər. 45 dərəcə şərq uzunluğuna fikir verək. Doğrudan da 45 dərəcə şərq uzunluğu 3-cü saat qurşağında yerləşər. 75 dərəcə qərb uzunluğuna baxaq. 75 dərəcə qərb uzunluğu deməli 19-cu saat qurşağında yerləşər. 19-cu saat qurşağının sərhədlərinə baxaq. 82,5 dərəcə, 67,5 dərəcə arasında qalan bütün məntəqələr 19-cu saat qurşağında yerləşir. 19-cu saat qurşağında yerləşir. Və bir də 35 dərəcə qərb uzunluğu. 35 dərəcə qərb uzunluğu demək düşür 22-ci saat qurşağına. Çünki fikir verək, 22-ci saat qurşağının sərhədlərinə baxaq. 37,5 dərəcə qərb uzunluğu və 22,5 dərəcə qərb uzunluğu arasında qalan bütün məntəqələr 22-ci saat qurşağında yerləşir. Məsələ 20-yə baxaq. Ekvator üzərində 60 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində yerli vaxtla saat 13:00-dır. Həmin məntəqədə 1990 km şərqdə yerləşən B məntəqəsində yerli vaxtı müəyyən edin. Və ekvator xətti üzrə deyirsə, deməli biz ekvator xətti üzrə hərəkət edirik. 60 dərəcə şərq uzunluğunda yerləşən məntəqədə saat 13:00-dır. Bizdən B məntəqəsi aralarındakı məsafəni verir. Ekvator xətti üzrə hərəkət ediriksə, 1 dərəcəlik qövsün uzunluğu 111 km, 9990 km, x buradan tapırıq 90 dərəcə. Yəni 90 dərəcə biz hərəkət edək. Şərqdə deyirsə, biz şərqə doğru 90 dərəcə hərəkət edirik. 60 dərəcə şərq uzunluğundan şərqə doğru 90 dərəcə hərəkət edirik və çatırıq B məntəqəsi. B məntəqəsi olur 150 dərəcə şərq uzunluğuna düşər. Və qeyd edir ki, həmin məntəqədən 9990 km şərqdə yerləşən B məntəqəsində yerli vaxtı müəyyən edin. Yerli vaxtı müəyyən ediriksə, biz 90 dərəcəni çeviririk saata. Saata çevirmək üçün yenə də 90-ı 15-ə bölüb tapırıq 6 saat və 13:00-ın üzərinə 6 saatı gəlirik. Çünki ilk öncə demək günəş, daha doğrusu gün 60 dərəcə şərq uzunluğundan şərqdə qalan ərazidə daha tez çıxmış olur. Və ona görə də biz 13 dərəcənin üzərinə 13 saatın üzərinə 6 saatı gəlib 19 saatı tapmış oluruq. Yəni 19:00-ı tapmış oluruq. Məsələ 21-ə baxaq. Bakıda yerli vaxtla saat 20:12-dir. Digər şəhərdə isə 14:00-dır. Saatla da aralarındakı demək tapmaq olar, fərqi tapmaq olar.
20:12-dən 14-ü çıxırıq, 14 saatı çıxırıq. 6 saat 12 dəqiqə və 6 saat 12 dəqiqəni də dərəcəyə çeviririk. 1 saatımız 15 dərəcə, 6 saat x buradan tapırıq 90 dərəcə və 12 dəqiqəni də dərəcəyə çevirəndə 3 dərəcə. 90-ın üzərinə 3 gəlib tapırıq 93 dərəcə. Deməli, biz Bakı ilə həmin məntəqə arasındakı dərəcə fərqini tapmış oluruq. Əgər aralarında dərəcə fərqi 93 dərəcədirsə, demək həmin məntəqə düşür 43 dərəcə qərb uzunluğuna düşər. Çünki aralarındakı dərəcə fərqi 93 dərəcədir. Və qeyd edir ki, demək Bakı şəhərinin bu şəhərin hansı coğrafi uzunluqda yerləşdiyini müəyyən edin. Deməli, həmin məntəqə 43 dərəcə qərb uzunluğunda yerləşər. Məsələ 22-yə baxaq. Kiyev şəhəri 50 dərəcə şimal enliyində və 30 dərəcə şərq uzunluğunda yerləşir. Kiyevdə yerli vaxtla saat 7:00 olarsa, bu vaxt Londonda yerli vaxtla saatı müəyyən edin. London yerləşir 0-cı meridian üzərində yerləşir və Kiyev şəhəri yerləşir 50 dərəcə şimal enliyi, 30 dərəcə şərq uzunluğunda. Saat 7:00-dır. Onlar arasında əvvəlcə dərəcəni, saatı tapaq. Neçə saat demək fərq vardır aralarında. 30 dərəcə fərqi 30 dərəcədirsə, 30 dərəcəni də çeviririk saata 2 saat. Deməli, aralarında saat fərqi 2 saatdır. 7:00-dan 2 saata çıxıb tapırıq 5 saat. Deməli, Londonda, həmin vaxt Londonda yerli vaxtla saat 5:00 olar. 5:00 olar. Burada doğru cavab D variantında düzgün verilmişdir. Məsələ 23-ə baxaq. Meridian istiqamətində şimaldan cənuba doğru hərəkət edən qatar 7 saat yol getmişdir. Bu vaxt ərzində yer kürəsi öz ox ətrafında neçə dərəcə dönər? 7 saatı çeviririk demək dərəcəyə, yenə də tapırıq 105 dərəcə dönər. Məsələ 24-ə baxaq. A məntəqəsi 6-cı saat qurşağının orta meridianından 6 dərəcə qərbdə yerləşərsə, məntəqənin coğrafi uzunluğunu müəyyən edin. 6-cı saat qurşağının orta meridianı bayaq qeyd etdik, 90 dərəcə şərq uzunluğu olar və qeyd edir ki, 90 dərəcə şərq uzunluğundan 6 dərəcə qərbə doğru qərbdə yerləşərsə, deməli 84 dərəcə şərq uzunluğunda yerləşər. Bizdən həmin məntəqənin coğrafi koordinatlarını istəyir. Məsələ 25-ə baxaq. 170 dərəcə, burada doğru cavab 84 dərəcədir. 84 dərəcə şərq uzunluğu olar. 84 dərəcə şərq uzunluğu olar. Doğru cavab 84 dərəcə şərq uzunluğu C variantında düzgün verilmişdir. 170 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində 170 dərəcə A məntəqəsində demək 170 dərəcə yerləşən şərq uzunluğunda yerləşən A məntəqəsində 13 fevral saat 16:00 olarsa, burada qeyd etmişəm. 170 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəsində 16:00-dır. Və demək 170 dərəcə qərb uzunluğunda yerləşən B məntəqəsində həmin zaman demək hansı gün və saat neçə olar? Aralarında dərəcə fərqinə baxırıq. 170 dərəcə qərb uzunluğu, 170 dərəcə şərq uzunluğu. Onlar toplayanda 340 dərəcə eləyir. 340 dərəcə eləyirsə, artıq biz 360-dan 340 çıxıb tapırıq 20 dərəcə. Və 20 dərəcəni çeviririk biz saata. Saata çevirmək üçün 20-ni 15-ə bölüb tapırıq. Demək 1 saat 20 dəqiqəni tapmış oluruq. Və 1 saat 20 dəqiqə, əgər A məntəqəsində saat 16:00-dırsa,
Biz üzərinə 1 saat 20 dəqiqəni gəlib tapırıq 17:20-ni və demək ayın tarixinə baxırıq. Əgər A məntəqəsində 13 fevraldırsa, B məntəqəsində hələ 12 fevraldır və saat 17:20-dir. Və məsələ 26-ya baxaq. Və qeyd edir, xarici ölkələrdə demək səfərdə olan dostunuz sizə xarici ölkədə səfərdə olan dostunuz sizə zəng vurarkən orada yerli vaxtın saat 14:30 olduğunu söylədi və həmin vaxt Bakıda saat 22:50 idi. Dostunuzun olduğu yerin coğrafi uzunluğunu müəyyən edin. Və saatlara fikir veririk. Əgər Bakıda demək Bakıda 22:50-dirsə, saat 22:50-sə, digər məntəqədə 14:30-dursa, aralarında saat fərqini tapırıq. Saat fərqi demək burada 22:50-dən 14:30-u çıxırıq. 8 saat 20 dəqiqə. 8 saat 20 dəqiqəni də dərəcəyə çeviririk. 8-15-ə vururuq, burada 120. Burada da demək 20 dəqiqəni 4 dəqiqəyə bölürük, tapırıq 5, toplayanda 125 dərəcə. Deməli, Bakı ilə həmən məntəqə arasında dərəcə fərqi 125 dərəcədir. 125 dərəcədirsə, deməli, həmən məntəqə düşür 75 dərəcə qərb uzunluğuna düşər. Və bizdən soruşur, dostunuzun olduğu yerin coğrafi uzunluğu 75 dərəcə qərb uzunluğu olar. Məsələ 27-yə baxaq. Demək, bir-birindən 4440 kilometr məsafədə yerləşən A və B məntəqələr arasında neçə dəqiqə zaman fərq olduğunu müəyyən edin. Ekvator xətti üzrə hərəkət edirik. İki məntəqə arasında məsafə verilmişdir. 4440-ı 111 kilometrə bölürük, tapırıq 40 dərəcə və 40 dərəcəni də dəqiqəyə çeviririk. 160 dəqiqə edər. Bizdən dəqiqəni soruşur. 160 dəqiqə doğru cavab D variantında düzgün verilmişdir.